Salam dəyərli şagirdlər, mən Ellər Akademinin ingilis dili müəllimi Həşimzadə Kəminəm. Heç vaxt səsim belə bu formada heç vaxt paylaşmamışdım izah. Səhətimlə əlaqədar üzrlü sayın, səsim batıb. Ona görə bacardığım qədər yavaş səs tonunda izah etməliyim. Ona görə üzrlü sayın. Deməli, başlayırıq suallara. Uşaqlar 9-cu siniflərini bu dəfə mən izah edəcəm. 10-cu sinfi Həcər müəllimə, 11-i isə çox sağ olsun Ecəm müəllim dünənləri tam vaxtında paylaşmışdı. Deməli, bu bizim transkriptimizdir, hansı ki əsas hissələri əvvəlcədən bilirsiniz ki, xoşlayıram bildirməyi. Altına xətt çəkmişəm. İstəsəz saxlayıb bilmədiyiniz sözləri araşdıra bilərsiniz ki, bu bizim üçün çox önəmlidir. Hansı ki, dinləməni də kör-körənə işləməyin tərəfdarı deyiləm. Özünüz də bilmədiyiniz sözləri öyrənin ki, növbəti dəfə inanın ki, 100% ki, qarşınıza çıxacaq. Ona görə araşdıraraq öyrənin. Gəlin görün baxaq bir də nə deyir? Deyir, why is silver used in solar panels and electronics deyirsə, nəyə görə bu gümüş işlədilir deyirsə, səbəbi deyilib bizə. Səbəbi odur ki, fikir verin, burada göstərir. Silver is, bu hissədə gözlüyün göstərin. Bu hissədə silver is the best conductor of electricity among all metals. This is why it is used in electronics, batteries and solar panels. Ona görə nə edəcəksən? Burada konduktor olan variantı nədir? C variantıdır, onu götürəcəksən. Yaxşı, üzrlü sayın burada fərqlilik oldu. C variantı olacaq. 2 də because silver is a very soft and flexible metal. Cümləni tamamlamalıyıq. Bu ən rahat suallardan biridir. Yəni bizim burada açar sözlərimiz nədir? Çox şagirdlər deyir, müəllimə dinləmə mətnindən bağlı izahlar gəlsin. İnanın ki, elə Ellerin dinləmə mətnləri onsuz hər bir izah olunur. Onlara baxın. Ancaq Cometdə dinləmə mətn taktikaları gəlsin deməklə deyil. İnanın ki, hər bir müəllim onu paylaşıb. Sadəcə sizə qalan yaxşı araşdırmaqdır və açar sözləri tapmaqdır. Məsələn, why is silver used in, bax burada solar panels sözü bizim açar sözümüzdür, electronics açar sözümüzdür. Ona baxmalısınız. Sonra bax 2-də də açar sözü tapaq. Because silver is very soft, soft və flexible sözü bizim nəyimizdir? Açar sözümüzdür. İndi gəlin dinləmədə o hissəni tutmağa çalışaq. Flexible sözünə fikir verin. Ona hansı hissədə işarə eləmişəm, ona baxırıq. Cümləmiz nədir? Because silver is very soft and flexible metal. Hansı hissədə idi? Fikrimdə yayındı. Easy to shape. Baxın, bunu sinonimindən istifadə edib. Görürsünüz uşaqlar. Like gold, silver is very soft and easy to shape. Easy to shape nədir? Yəni, asanlıqla formalaşa bilən, düzdür? Yəni, bunun sinonimi nədir? Flexible. Flexible sözünün sinonimindən istifadə edib, yəni paraphrase edib. It can be hammered into thin sheets and long wires deyir. Yəqin ki, cavabımız bu olacaq. Bəli, baxın, B variantı olduğu kimi göstərib B variantıdır. 3-ə baxıram. Ümumiyyətlə, dinləmə təbii ki, nədən danışılırdı dinləmədə? Dinləmədə silverdən, yəni gümüşdən danışılırdı. Yəni, gümüş sözünü artıq burada sətr altı mənada, yəni gizlədib də, belə deyim. The history of gold and silver coins əsas silverdən danışır. Goldun adı 1-2 yerdə çəkilib sadəcə müqayisə məqsədi ilə səhvdir. Təmizlənməsi haqqında danışır. O da, yəni, hansı maddə ilə reaksiya gedir, onu deyirdi. Ona da ehtiyac yoxdur. Kəşfindən də danışmır, əhəmiyyətindən də danışmır, sadəcə adı çəkilir. Amma əsas söhbət, belə deyim, gümüşdən getdiyinə görə biz C götürəcəyik. The properties and uses of shiny metal. Və başda fikir ver, shiny metalın nə olduğunu sənə göstəribdir. Silver is a shiny metal. Ona görə sən rahat şəkildə shiny metal sözünü bilirsən ki, nədir? Silverdir və onun xarakteristikaları və, belə deyim, istifadə qaydasından danışır. Rahat şəkildə C variantını götürəcəksən. 4-də true false-dur. Hansı ki, biz bilirik ki, növbəti ildə bu dinləmədə olduğu kimi mətnə də tətbiq olunacaq. Mən sevindim. Çünki həqiqətən də çox rahatdır true false məsələləri. Burada, misal üçün, təbii ki, bu hissəni dairələyəcəksiniz. Baxacaqsınız ki, 47-ci elementdir. Sonra burada nota çox fikir verin. Deyir ki, stable deyil. Buna fikir ver. Sonra golddan fərqli olaraq, yəni qızıldan fərqli olaraq deyir ki, heç vaxt sulfurla neyniyir bu? Reaksiyada olmur. Amma burada nevə sözündən ehtiyatlı ol. Nevədə və inkar cümlələrindən uşaqlar belə deyim, ehtiyatlı olun. Və burada nə deyir? Deyir ki, neçə qat deyir sudan ağırdır gümüş? 10 qat ağırdır.
Onlara fikir verək. Baxaq 47-ci elementdir ki, bəli, birinci dairə elədiyim yerdə var deyə biz nə edirik? Biri götürdük, true. Bir oldu, true. 2-yə baxırıq. Silver is not stable. Amma deyir nə? Quite stable. Yəni bu yanlışdır. Yəni neylədik? 2-yə yazırıq false. 3-ə yazırıq unlike gold, silver never reacts sulfur. Xeyr, never deyil, əksinə. Slowly react. 3-cü dairələdiyim yerə baxın. Slowly deyir, never demir. Ona görə yanlışdır. Ona görə bu arada hətta qaralır. False-dur. 10 dəfə deyir ağırdır. Baxaq. 4-cü bəli qeyd etdiyim dairəyə fikir verin. 10 times heavier-dən water. Bəli, bu da var. 4-cü hissəmizdə nə olacaq? Doğru olacaq şagirdlər. Növbəti hissəyə baxıram, short textlərdir. I hope you are doing well. I wanted to write to you and thank you for the wonderful book you sent for my graduation. It was exactly what I needed to celebrate. I'm having a small dinner. Aha. Deməli, ümumi məğza baxanda nə dəvət edir? Elə bir ki, səni yeməyə dəvət edir. Və xüsusilə nə deyir? Bax, bu bazar günü axşam olduğunu qeyd edir. Sadəcə deyir, balaca bir qrupla keçirəcəm və səni də görmək istəyirəm. Məsələn, bir təklifdir. Bəli, iştirak etdiyinə görə təşəkkür eləmir. Xeyr, hələ dəvətdir. Dəvətdir. Bax, only sözündən ehtiyatlı ol. Only ancaq 2 nəfər olduğu haqqında da məlumat vermir. Sarah üçün belə deyim, qrup yeməyi olduğu haqqında da məlumat vermir. Deməli, Sarah invites Robert to dinner and thanks him for gift. Aha, sadəcə burada bəli, bu ola bilər. Nəyə görə diqqətimi cəlb elədi? Başlıqda deyir, fikir ver, deyir, ümid edirəm ki, yaxşıyam. Mən sənə yazmaq istəyirdim. Çox sağ ol ki, mənə çox gözəl bir kitab verdin. Mənim məzuniyyətimlə əlaqədar. Və ondan sonra da dəvət edir yeməyə. Mən olsam beyni götürərəm, bəli. Study group dinner for Sarah. Sadəcə Sarah üçün deyildi bu. Və Sarah üzrxahlığını bildirir. Bu haqda da məlumat yox idi. Yəni B variantı qalacaq. 6-da nədən söhbət gedir? Laundry potsla başlayır. Deməli, bu yuyucu tozlarla bağlı kapsulalardan söhbət gedir. Deyir ki, 100% bu organikdir və həssas dərilər üçün də yaxşıdır. Ancaq bu həftəlik sən böyük qablaşdırmanı alsan, ona travel sized olanda nədir? Onunla bağlı bir endirim olacaq. Bu haqda bir elan verir. Tamamilə təbii belə deyim də bitkilərdən təbii olduğu haqqda məlumat verib A-da. A-nı götürərsən niyə? Çünki nə deyir? 100% plant-based deyirsə, burada A-dır. Hamısı pulsuz. Pulsuz olmaqları haqqında məlumat yoxdur, yanlışdır. Buy if it without a large pack desə, bu yanlışdır. Without yox, with olmalıydı. Və deyir ki, həssas dərilər üçün ziyanlıdır. Xeyr, heç bir problemi yoxdur. Sadəcə deyir, nədir? You get a second pack of laundry for free. Yenə free olduğu haqqında məlumat yoxdur, yanlışdır. Altını çıxacaqsan. 7-də visit our new city library this weekend. Dəvət eləyir şəhərə. We offer quiet study zones, digital workshops and book clubs. Member can also access our premium online database. Aha. Nəsə bir şey təklif eləyir bizə. Families living in the same household. Aha. Eyni ailə üzvü olanlar da yarı qiymət endirimdən yararlana bilərlər. Və nə vaxt açıqda onun altına xətt çəkin, ancaq bu gecə deyir. Bu gecə yarısına kimi nədir? Bu qeydiyyat var, açıqdır. Hər bir ad A variantında bir tez bir şəkildə oxuyuram ki, uşaqlar, səsimlə əlaqədar çox uzada bilmirəm. The half price membership rate is available to every person deyirsə, every sözündən ehtiyatlı ol, hamıya aid deyil, ailə üzvlərinə aiddir. Həmişə demişik, only sözündən ehtiyatlı olun, bir nəfərə aid deyil, ümumi ailə üzvlərinə aiddir. Sonra ayın sonuna kimi deyildi. Fikir verin, ən aşağı, ən axırda midnight tonight deyir. Bu tarixdə yanlışdır. Parents of current members can use. Deyir ki, ailənin cari nümayəndələri bunu pulsuz istifadə edə bilər. Pulsuz olması haqqında da məlumat yoxdur. Sadəcə təklif edir ki, qoşulsunlar. Bu da yanlışdır. Burada ümumiyyətlə deyir ki, fərqli resurslar və proqramlar belə deyim, turistlərə təklif edir. C variantı olacaq. Yəni variantla işləmə bacarığınız olsun.
Və baxırıq indi mətnə. Mətndə əsas hissələrin altından xətt çəkmişəm və ilk cümləyə fikir verin ki, Lake Chad-dən söhbət gedir və Mərkəzi Afrikanın nə idi? Mərkəzi Afrikada yerləşir və harada yerləşdiyi haqqında məlumat verir və bu bir göl adıdır. Ümumiyyətlə Lake Chad-dən danışdığına görə gördüyünüz kimi bütün abzaslarda Lake Chad-in adı var. Deməli, bir belə deyim, mənə elə gəlir ki, göldən söhbət gedir. Lake Chad-dən söhbət gedirsə, ümumi yazıram bura Lake Chad. Lake Chad olan variantımız indi nə olar ona baxaq. Aha. The countries surrounding Lake Chad onu əhatə edən ölkələrdən danışmır. Animal life-da deyir, yanlışdır. Çaylardan söhbət getmir, yanlışdır. İqlimindən də, Mərkəzi Afrikanın iqlimindən də söhbət eləmir. Söhbət Lake Chad-dən gedir və mətndən gördüyünüz kimi getdikcə yox olması, yəni üzrə olan bir göldən söhbət gedirdi. Yəni bu elə Lake Chad-in özünə aiddir. Yəni mətndə biz bu haqqda məlumatdan onsuz tanış olmuşuq. Səhv fikri burada istəyirsə, biz səhv fikri burada hər biri düz idi uşaqlar. Bir dənə səhvimiz var idi. O səhvimiz hardadır? Burada nəyə götürmüşdüm? Hə, bax, burada B variantıdır. Niyə? Burada today deyir, hə? Axı, ümumiyyətlə, yox olmaqda olan bir çay niyə indi ən geniş Afrikanın göllərindən olsun ki? Orada today demir. Fikir verin. Dairə eləmişəm. In the past'dir. In the past, Lake Chad was one of the largest lakes. Yəni, in the past'a görə biz bunu neyiniyəcək? Səhv götürəcək. Today yanlışdır. Onda deyir ki, Lake Chad'a aid olan variantlardan İndi bu günlərdə əksinə balıqçıların işini çətinləşdirib, yəni yaxşı iş təmin eləmir. Yəni əksinə, yəni bu Lake Chad-da olan problemlər daha da artıb. Ölçüsü 1970-ci illərdən bəri azalıb, yanlışdır. Belə deyim, deyir ki, quru fəsillər daha azdır, amma daha çox yağış yağır. Bu da yanlışdır, tərsinədir. Və deyir ki, iqlim dəyişikliyinə baxanda təsir olunmayıb, əksinə təsir olunub, hətta ölçüsü azalıb. Bəli, burada avtomatik A variantını götürəcəksən. Has been affected by climate change and low rainfall. 11-ə baxırsan, what was one of the reasons for turning away the rivers deyirsən, mənim burada açar sözüm turning away sözüdür. Qaçıram tez mətnə və turning away sözünü axtarıram. Bax, burada kvadrat şəklində yazmışam. Rivers flowing into the lake were turned away for watering crops, so it reduced the amount of water reaching the lake. Yəni burada nəyə gətirib çıxardır? Water crops olan variantımıza gətirib çıxardır. Fikir verin. Turned away for water crops. Bu əsasən biz bunu doğru variant olaraq götürəcəyik. Çünki fish population'ı azaldır, əksinə qorumur, heç nə yaratmır, mənfi bir şeylərdir. Və yox olmasının qarşısını alır, yox, əksinə daha da şərait yaradır. 12-ci sual ən çox səhv olunan suallardandır və ən çox diqqət tələb edilən suallardandır. Çox xahiş edirəm, bu səsimə yaraşmır belə danışmaq. Xozu kimi sualları axıra qədər, yəni belə başdan oxuyub axırını gətirməməzlik eləməyin də, çox xahiş edirəm sizdən. İnanırsınız, imtahana az vaxt qalıbdır ya, artıq şagirdlərlə hansı dildə danışacağımı belə unutmuşam ki, mən bu şagirdlərlə necə danışım ki, bunlar diqqətlərini dərsə cəlb eləsinlər, səbirli olsunlar. O qədər sosial şəbəkələrdən istifadə edirsiniz, səbriniz yoxdur. Həqiqətən yoxdur. İndi gəlin baxaq 12-yə. When Lake Chad gets smaller, it causes social and environmental problems. Bəli, balacalaşdıqca problemlər çoxalır. Bir doğru. Deyir ki, bunun belə deyim, sahəsi azalır. Heavy sözünün mənalarını bilməliyik. Ağır mənasını verir. Leysan mənasını verir. Yəni, çoxlu yağan yağışların sayəsində məntiqlə də düşünsəz, təbii ki, artardı, yanlışdır. Hal-hazırda deyir ki, keçmişə nisbətən bunun ölçüsü azalıb. 3 doğrudur. Bu 4-ü axıra qədər oxumamısınız. Əgər insanlar düzgün addım atmasa, bu deyir gölün deyir, belə deyim də, suyu təbii ki, azalacaq. Rice nədir yazmışsınız? Bax, 4-ü götürən öküz vurmuş şagirdlər var. 1-3 olacaq. 13-ə baxıram. 13-də deyir, to be interested in 100 dəfə şagirdlərə demişəm. Yəni, bunu səhv eləmək günahdır. To be fond of da trilyon dəfə görmüşsünüz. Yəni, bunu səhv eləmək həqiqətən də günahdır uşaqlar. Yəni, belə səhv eləməyin. 14 çox səmbalı suallardan biri idi. Gəlin bir-bir analiz edək.
Burada neither var, amma neither or yox, neither nor olmalıdır. N olaraq yadda saxlayın. 2 hərfdə n ilə başlamalıdır. B-də didn't da var, no da var. 2 inkar olması yanlışdır. Sonra eyni şey didn't da var, neither da var. 2 inkar olmaz, yanlışdır. Couldn't var, inkar, nothing var. 2 dənə inkar var, yanlışdır. Variantım olacaq Y variantı. 15-də journalist, surgeon, plot. Journalist nədir? İndi bir baxaq. Pilot sözünü bilirik ki, pilotdur. A person who operates the flying controls of aircraft. Aircraft'ın nə olduğunu onsuz bilirsiniz. Təyyarədir. 3-də C-dir. Journalist sözünü newspapers'dan tuta bilərsiniz ki, jurnalistlə bağlı bir şeydir, yəni rahat idi. Sturgeon nədir? Sturgeon nərə balığıdır? Surgeon cərrahdır. Təbii ki, hospital sözünü tutacaqdınız. Bunu da səhv eləmək təbii ki, mənim şagirdlərimə günahdır. Yəni, bunu səhv eləmərik deyə düşünürəm. 16 çox səmbalı suallardan biri idi. Şagirdlər çaşıb birdə. Jane ilə Mary'nin ayrılıqda ortaq otaqları ola bilər. Ortaq bir dənə də otaq ola bilər, cəmdə ola bilər. Bir doğrudur. Həmçinin şagirdlər genitiv sözünün də mənasını bilməyə bilər. Əslində bilməlisiniz, yəni müəllimlər öyrətməlidir sizə. Genitiv adını yazdım, çox sorry. Bir var genitiv case, eyni şeydir. Bir də var nə? Possessive case. Yaxşı. Possessive case də nədir? Yərlik haldır. 2 adı var yərlik halın. Bizə yərlik hal lazımdır. 2-də deməli, Z artiklı varsa S apostrof olmalıdır, yanlışdır. Ona görə gedəcək bu. 2-ni çıxdın. Sonra baxıram 3-ə. She's an experienced manager with over 10 years practice. 10-dən sonra cəm ismimiz gəlib deyə S apostrof olması doğrudur. 4-də də what sözü heç vaxt yərlik hal deyil. Children'dakı səhvdə children sözü kökündən dəyişən cəm isim olduğuna görə həmişə apostrof S olmalıdır. Bizdən doğru olan variantı istədiyinə görə mən 1 və 4-ü götürəcəm. Üzr istəyirəm 1 və 3-ü. Nəsə, saatın gecə olduğuna görə sözlərim qarışa bilər, uşaqlar, üzrlü sayın. Egypt sözünə baxıram, 17-də artikel bölməsidir. Misirlə artikel işlənməz. Səsim inşallah axıra qədər icazə verər, danışım. Sonra all this sözünü görürsünüz ki, belə deyim, üstünlük dərəcəsidir. Yəni, bunu da səhv eləmək günahdır. D artikel olacaq. Təbii ki, olacaq B. Country-də sayılan tək olduğuna görə mütləq şəkildə artikel yazılmalıdır. Boşluq olmaz. 18-i biz buna aid də çox test işləmişik şagirdlərlə. Not only but olsa gördüksə, bizim reflexive pronounumuz painting ilə uzlaşacaq. Görürsən ki, nəinki deyir rəsmin özünü, cansızdır, itself yazacaqsan, onun deyir çərçivəsini də deyir çox bəyəndim. Frame çərçivədir, isim olduğuna görə təbii ki, C yazacaqsan. Yəni, şagirdlər qarışdırır it-lə it izi. Buna aid pronoun izahında çox qəşəng izah eləmişəm. Yeganə it-dir ki, mütləq şəkildə özündən sonra isim gəlir. Artiklsız isim. Bunu yadda saxlayın. Növbəti hissəyə baxacağım. Baxırıq, bu Soday Nazir Doya qaydasıdır. Rachel didn't fail the history exam deyir. Didn't inkar olduğuna görə sualları, tuğları atıram. İnkar olduğuna görə but inkarı çıxıram. Neither olan cümlədə inkar olmaz çıxıram. Təbii ki, A variantı. Nəyə görə öyrənmişik? But olan cümlədə bu tərəf inkardırsa, but olan cümlə mütləq şəkildə təsdiq olmalıdır. 20-yə baxıram. Çox gözəl suallardır, çox bəyəndim. Yəni, tam imtahan modelində olan suallardır. Nə çətindir, nə asandır, tam imtahana düşəcək tipdədir. Bir az çətindir, yəni 0,5%. Çox öyrədici suallardır. Hər birinin qeydlərini, açıqlamasını sizə deyirəm ki, özünüzdə qeydlər götürün. Kör-körənə xahiş edirəm. Ancaq varianta baxmaq məqsədindən baxmayın. Yəni, Eylər Akademi olaraq həqiqətən bu qədər səviyyəli sınaq keçirildiyi ikinci bir mən sınaq imtahan mərkəzi görməmişəm. OTK-ya sözüm olmaz, o da çox gözəl sağlar. Nəyə demək istəyirəm? Yəni, bu qədər əziyyət çəkib bu sınaqlar biz ortaya çıxardırıqsa, izahını eləyiriksə, istəyirik ki, bu hər bir şagirdimiz üçün faydalı olsun. Ona görə bacardığımız qədər bu izahları öz dostlarımızla, yaxınlarımızla paylaşaq ki, onlara da bizim izahlarımızın faydası toxunsun ki, biz nə ediriksə, istəyirik ki, hər bir şagirdə bizim faydamız toxunsun deyə biz bu əziyyətlərə qatlanırıq. Çünki müəllim olaraq sizə bilik öyrətmək bizim borcumuzdur, düzdür, amma istəyirik ki, düzgün şəkildə, düzgün səviyyəli boşluqlarınızı ortaya çıxaracaq sınaqlar işləyəsiniz. Yaxşı, asan sınaqlar hər yerdə var. Asan sınaqları hər bir müəllim yazar. Amma bu formada həqiqətən səviyyəli sınaq Eylerdən başqa barmaqla sayılacaq kurslarda olur.
hazırlıq mərkəzlərində olur. Ona görə belə baxmaqdan əlavə Bakıda olan şagirdlərdən çox böyük bir tələbim də odur ki, bundan sonra blok imtahanları olacaq. Mütləq şəkildə iştirak edin uşaqlar. Yəni həqiqətən də can qoyuruq biz bu suallara və bir-bir bu suallar yoxlanılır. İnşallah ki, bundan sonraki imtahanlarda da iştirak eləməyənlər bu dediyimdən biraz təsirlənib iştirak eləyər. Çünki bu suallar elə ola bilər ki, normal vaxtda düz yazasınız, amma imtahan həyəcanı ilə, diqqət əksiliyi ilə əlaqədar səhvlər eləyə bilərsiniz. Ona görə bizim imtahanlarda iştirakımız mütləqdir. Nəsə, reklamlara fasilə. Keçdik 20-ci suala. If employee istəyirsə, if'i gördünüz. If'dən sonra mən həmişə demişəm, gələcək zaman heç bir zaman gəlməz. Əgər keçmiş gəlirsə, would make ilə uzlaşar. Yəni, indiki olmaz. Would make yazım. Y də yanlışdır. İndiki zamandırsa, gələcəklə uzlaşar. Yəni, will make olmalıdır. Bu da yanlış. Variantımız A'dır. 21-ci suala baxıram. 21-də deyir ki, bizə modal verb, yəni modal feil olan variantı deyirsə, had'ın to'su burada hanı yanlışdır. Had to gəlib 2 doğrudur. Had to gəlib 3 doğrudur. 4-də have'ın to'su yoxdur, yanlışdır. 2-3 götürəcəksən D variantı. 22-də ye'nin altından xətt çək, çünki zaman bildirən sözdür, bağlayıcıdır. Zaman bildirən sözü həmişə zaman bildirən bağlayıcı təyin eləyər. Deyir ki, 1969-cu elə il idi ki, yəni də hansı ki, nə il belə deyim də, ayda gəzən ili idi, belə deyim. Zaman cəhddən onu təsvir edir. Söz bazam artıq çatdırmadı 22-ci sualda. 23-cü suala baxıram, uşaqlar. Xəbərlərin altından xətt çəkirik, mübtəda xəbər uzlaşmasıdır. Əgər xəbərimiz cəmdirsə, avtomatik the number of-ları çıxıram, the number of-un xəbəri tək olur. İkinci tərəfdə xəbərim təkdirsə, number of-ları çıxacam, xəbər çünki cəm olur. Qaldı variantım C. 24-də close meaning nə deməkdir? Bilməyən daha mən öküz vursun. Bundan sonra bilsin, imtihana belə də düşə bilər. Həmişə şagirdlərə deyirəm, yenə də deyirəm. Opposite sözünü amma görsəz bu nədir? Antonimdir. Yaxşı, təbii ki, sinonim istəyirsə, fast, quick götürərsən də. Digərləri antonimdir. Sonra 25-ə baxırsan, passive voice-da olan cümlə istəyirsə, biz bilirik ki, sual cümlələrimizin sonunda sifət varsa, o heç vaxt məchul növ deyildir. Rahat bir kəlmə sözlə cavabı tapdıq. 1 və 4 təbii ki, ödəyir. Niyə? Kömək, əsas feilim buradadır və mübtədan burada. Was, participle to buradadır, mübtədan da burada. Belə şagirdlər, izahımız sonlandı. İnşallah ki, müzakirə etdiyimiz sualların hər birinin sizə faydası toxundu. Və dediyim kimi, bilmədiyimiz qeydləri mütləq şəkildə yazaq. Sadəcə qulaq asmaqla öyrənmək olmur. Hər sınaqlarda iştirak edəməklə biz bazamızı möhkəmləndirəcəyik. İnşallah elə 9-cu sinifləri də onu da deyim ki, indi səsimlə əlaqədar video çəkə bilmirəm. 4-cü gün çəkməyə çalışacağım. Sürət qrupumuz başlayacaq. Mütləq şəkildə qeydiyyatdan keçməyi unutmayın. Çünki 45 günlük bir proqram olacaq və proqram sıfırdan başlanılacaq. Xüsusilə də esse bacarıqlarımızı möhkəmləndirmək məqsədi ilə mən bunu açıram və toplu ilə bağlı bütün boşluqlarımızı da dolduracaq Allahın izni ilə. Bu haqda ətraflı şəkildə mən video paylaşacağım. İzləmədə qalın və axıra qədər qulaq asan bütün şagirdlərimizə təşəkkürümü bildirirəm və son olaraq da videomuzu bəyənib kanalımıza abunə olmağı unutmursunuz və həmçinin də dostlarınızla paylaşmağı. See you, have a nice day.